Təqdim edəcəyimiz bu gözəl həyət evi Sabunçu rayonu Maşdağ qəsəbəsində yerləşir. Şəxsi özünə tikili 8 sot torpağın içərisində özü sənədlə kupçadır marqa yaşayış məntəqələri təyinatı. Ev 8 daş kürsünün içində 2 mərtəbə monolit beton 5 otaqlı həyət evdir. Əslində 5 otaqdan amma inansa yuxarıdakı girəcək bir otaq sayılır. Onu xüsusən vurğulamalıyam. Adətən 2 mərtəbədə birisi birinci mərtəbəyə kürsü qoymurlar. Bax, şəxsi tikili olduğu necə bilinir? Birinci mərtəbə özü 8 daş kürsüdədir. Evin sol tərəfi açıq qarajdır. Bir neçə maşın, Allah daha da artığını qismət eləsin, rahat şəkildə qarajına belə deyim, girir. Geniş darvaza qoyulub, əslində o da giriş qapısı ayrıdır, böyük qapısı ayrıdır, amma alan adam dəyişə bilər onu. Orada həyətçi sanitar qovşağı, kladovkadır, heç ora girmə. Qorxudan qapını açmadım. Evdə hal-hazırda yaşayış yoxdur. Solda belə gözəl şəlaləsi var. Qoşulu deyil, təkrar edirəm. Hal-hazırda evdə yaşayış yoxdur. Qismən əşyalı, qiyməti start qiymət 150 min manatdır. Real müştəriyə təbii ki, endirim olacaq. İnanın, torpağın sotunu, evin hesablasaq, yəni 150 min həqiqətən çox qəşəng super qiymətə çıxıb. Həyətində bir neçə meyvə ağacları var. Qış dindir, üstü boşlu biz bilmirik. Bir dənə iydi ağacını görürüm, tanıya bilirəm. Qalandakı özün nə istəyirsən ək. Bütün kommunal sistemləri var. Hər birinin sayğacı qoyulur. İstilik sistemi kombinə və mətbəx istipoldur. Keçə evin içərisini göstərəcəm. Qabağı aynəbəkdir. Bunun üstün cəhəti bilirsiniz nədir? Qışda bax, burada gəldiyin palçığı yağışda. Soyundun, ayaqqabıları yağış ıslatmır. Bir dənə qonaq otağı mətbəx buradadır. Qalan hamısı yataq otağı yuxarıdadır. Mətbəxinə bax, qonaq otağına bax nə boydadır. Burada uşaqlar qaşlı üstü oynaya bilər. Bura oturma hissəsidir. Orada da solda TV stentidir. Televizor belə deyək, güşəsi. Aşağıda pilləkənin altı kladovkada, həm də kombi orada yerləşir. Evin kombisi radiatoru var. Qismən əşyalıdır. Yəni müəyyən əşyaları evyəsi qoya bilər. Müştəri tanısın, hansı əşyaya ehtiyacı varsa götürməsin. Qiymətə daxildir. Yer istipoldur. O heç. Bura kollektor sistemi ilə çəkilir. Mətbəx mebeli, qazı, aspiratoru, mebel hamısı qalır. Normal da vəziyyətdədir. Keçə yuxarısını göstərim. Pilləkəni, mərtəbə arası monolit betondur, pilləkəndə tökmə betondur. Bax, görsən, betondur, üstünə də taxta döşüyüblər, belə deyim. Solda, indi pərdə ilə bağlıdır, boydan boya pəncərə qoyulub ki, hər zaman bura işıqlı olsun. Balkonunu göstərim, ağa. Bütün qonşuların həyətini görsün. Bax, buranı deyil, burada görürsünüz necə genişdir. Frixojadan da böyükdür hissəsi. Solda bir dənə yataq otağıdır. Qismən əşyalı. Hansı əşyaya ehtiyacı olarsa danışarıq. Evyəsindən qoyarsınız. Qoyar sizin üçün. Bir dənə yenə yataq otağı. 1, 2, 3, 4. 4 yataq otağı burada. Bir dənə qonaq otağı aşağıda. 5 otaq demişəm. Düz demişəm. Növbəti yataq otağı. Və sonuncu yataq otağı. Sanitar qovşağı. Sanuzeli. Bu qədər çox danışıram ki, boğazım doluşur. Yuxarı mərtəbədədir. Bütün aksesuarları var. Təkrar edirəm, özünə tikili evdir. Qoşadaşda, aşağıda, yuxarıda. Aşağı kubik, yuxarı kərpiç deyirlər. Hamısı kubikdir. Belə əzlərim, qiymət 150 min manatdır. Real müştəriyə təbii ki, evyəsi tərəfindən endirim olacaq. Sənəti də kupçada təkrar edirəm. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.